Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxarıq əyri-xətti hərəkət bölməsi üzrə olan çevrə üzrə bərabər sürətli hərəkət mövzusundan məsələlərin izahlarına. Başlayaq birinci sualdan. Cisim A nöqtəsindən saat əqrəbi istiqamətində çevrə üzrə hərəkətə başlayır. B nöqtəsində onun sürəti hansı istiqamətdə yönəlir? A nöqtəsindən hərəkət edir saat əqrəbi istiqamətində. Saat əqrəbi istiqamətində, yəni bu istiqamətdə. İndi bizdən B nöqtəsində sürətin istiqamətini istəyir. Biz bilirik ki, çevrə üzrə hərəkətdə sürət həmişə çevrəyə toxunan istiqamətində yönəlir. İndi saat əqrəbi istiqaməti olduğu üçün B nöqtəsində sürət vektoru 4 istiqamətində yönələcək. Yəni birinci sualda cavabımız olmalı idi 4. Sonra qara hərflərlə verilmiş sözlərdən uyğun olanın altından xətt çəkin. Çevrə üzrə hərəkət edən cismin yerdəşməyə görə sürətinin istiqaməti həmişə dəyişir. İndi biz artıq öyrəndik ki, yerdəşməyə görə sürət həmişə çevrəyə toxunan istiqamətinə yönəlir və hər an bu istiqamət dəyişir. Ədədi qiyməti isə həmişə sabit qalır. Yəni sürət modulca sabitdir çevrə üzrə hərəkətdə, amma sürətin istiqaməti hər an dəyişir. Yəni çevrə üzrə hərəkətin tərifini qısaca olaraq V bərabərdir konstant şəklində göstərə bilərik. Yəni tərifi qısa yazılışı. Yəni çevrə üzrə hərəkətdə sürətin modulu həmişə sabit, istiqaməti isə hər an dəyişir. Sonra belə hərəkətdə yerdəşməyə görə sürətin istiqaməti həmişə trayektoriyaya toxunan boyunca yönəlir. Bu şəkildə. Üçüncü sual. Cisim çevrə üzrə müəyyən bir nöqtədən hərəkətə başlayıb, yenidən həmin nöqtəyə gəldikdə bir tam dövr edir. Bir tam dövr edir. Bir tam dövr edir. Dördüncü sual. Çevrə üzrə bərabər sürətli hərəkətdə bir tam dövrə sərf olunan zamana biz period demişik. Dövrətmə periodu. Dövrətmə periodu adlanır. Sonra Azər Space 1 P2 yer ətrafında 36 saat ərzində 1,5 dövr edir. Onun dövrətmə periodunu hesablayın. Dövrətmə periodu bilirik ki, T bərabərdir, T bölək N üstündən hesablanır. Yəni zaman bölək dövrlərin sayı. Zamanı bizə 36 saat verib, dövrlərin sayı 1,5. Bu da bərabərdir 360-ı bölməliyik 15-ə. Edəcək 36 15-ə 2 dəfə, 60 da 15-ə 4 dəfə. Yəni 24 saat. Azər Space 1 P2-nin dövrətmə periodu yer ətrafında 24 saata bərabərdir. 6-cı sual. Avtomobil şəkildə göstərildiyi kimi çevrə üzrə hərəkət edir. Onun 1 saat ərzində 90 dövr etdiyi məlum olarsa, periodunu hesablayın. Yenə eyni düsturdan T bərabərdir T bölək N-dən 1 saatda əgər saniyə ilə ifadə eləsək bunu 3600 saniyə bölək 90 dövr. Yeni yerinə 90. Buradan da alacağıq 40 saniyə. Yəni 1 tam dövrü 40 saniyəyə başa vurur. 7-ci sual. Vahid zamanda baş verən dövrlərin sayı tezlik adlanır. Sonra 8-ci sual. Təyyarələr üçün hazırlanan bəzi xüsusi mühərriklərin pərləri çox yüksək tezliklə fırlanır. Belə mühərriklərin pərləri 1 dəqiqə ərzində 30.000 dəfə fırlana bilir. Pərlərin dövrətmə tezliyini hesablayın. Dövrətmə tezliyi M bərabərdir M bölək T. Yəni dövrlər sayı bölək zaman. Belə tapılırdı. Yəni dövrlər sayını 30.000 dəfə fırlanır. 30.000 verib. Bölək T zaman da 1 dəqiqə verib. Saniyə ilə yazsa 60 saniyə. 30.000 bölək 60. Sıfırlar qısar getdi. 3.000-i 6-ya bölərək edəcək 500. 500 saniyədə 1. Tezlik bu qədər olmalıdır. 9-cu sual. Euler-Venn diaqramında uyğun bəndləri seçin. Period və tezlik üçün. Vahidi BC-də əsas vahid deyil. Bu tezliyin vahidi. Tezliyin vahidi 1 bölək saniyə əsas vahid deyil. Vahidi BC-də əsas vahiddir. Bu periodun. Saniyə əsas vahiddir. Üçüncü. Vahid zamanda baş verən dövrlərin sayıdır. Vahid zamandakı dövrlərin sayı bu tezlikdir. Bir tam dövrə sərf olan zaman bu perioddur. Periodik hərəkəti xarakterizə edən kəmiyyət hər ikisi. Həm period, həm tezlik. Cavabımız bu şəkildə olmalıdır. 10-cu sual. A nöqtəsindən çevrə üzrə bərabər sürətli hərəkətə başlayan cisim B nöqtəsindən 2 dəfə keçdikdən sonra yenidən A nöqtəsinə gəlir. Cisim bu hərəkətə 40 saniyə vaxt sərf edir. İlk dəfə B nöqtəsindən keçir, 2 dəfə keçdikdən sonra. Yəni buradan başa düşməliyik ki, cisim çevrə üzrə hərəkəti neçə dövr edir? 2 dövr.
Yenidən A nöqtəsinə gəlir və bu hərəkətə 40 saniyə vaxt sərf edib. Zamanı da bizə verib 40 saniyədir. İndi sual verir ki, dövrətmə periodunu və dövrətmə tezliyini hesablayın. Period dusturu t bərabərdir t bölü n-ə görə dövrlər sayı 2, zaman 40. 40-ı 2-yə böldük, elədi 20. Periodu tapdıq 20. Onda onun tezliyi n bərabərdir n bölünsün t-dən. 20-də 1 olacaq da. 2 bölək 40, 20-də 1. Yəni 0,5. 1 bölək saniyə. Bu da oldu tezlik. Sonra bir də ikinci sualda deyir ki, 20 dövrə sərf etdiyi zamanı hesablayın. İndi dövrlərin sayı 20-dir. Periodu da bilirik. Zamanı tapmaq lazımdır. Məsələn, period dusturuna görə t bərabərdir t bölünsün n-dən. İndi buradan t-ni tapsaq, t bərabərdir olacaq t-n. Bu da bərabərdir. Periodu necə tapmışdıq? 20. Vuraq dövrlərin sayı da 20. 20-ni 20-yə vuranda eləyəcək 400 saniyə. Deməli, ikinci sualımızın cavabı olmalıdır 400 saniyə. Bu ikinci sualın cavabı. 400 saniyə. Sonra birinci sualda periodu və tezliyi istədik. Periodu 20 saniyə tapdıq. Tezlik də 0,5 saniyə üstü mənfi 1. Yəni 1 bölünsün saniyə. Sonra 11-ci sual. Cisim A nöqtəsindən bərabər sürətli hərəkətə başlayaraq 10 saniyə ərzində ikinci dəfə B nöqtəsinə gəlir. 10 saniyə ərzində ikinci dəfə B nöqtəsinə gəlir. Onun dövrətmə periodunu və dövrətmə tezliyini hesablayın. A nöqtəsinə hərəkətə başlayır və 10 saniyə ərzində ikinci dəfə B nöqtəsinə gəlirsə, onda biz buradan başa düşək ki, bu bir periodu 5 saniyəyə başa vurur. Yəni onun dövrətmə periodu olacaq 5. Ya da heç birbaşa period tutduğunu tapa bilərik. T bərabərdir t bölünsün n-ə görə 10 saniyə müddətində t-nin yerinə 10 2 dəfə dövr edib də 2 dəfə B nöqtəsinə gəldiyi üçün 2 dəfə dövr edib. Elə buradan alırıq period olacaq 5 saniyə. Periodu tapdıq 5 saniyə. Bir də tezliyi istəyir bizdən. Onda period 5 desə əgər, onda tezlik n bərabərdir 5-də 1 olmalıdır da. Yəni 0,2. Çünki period və tezlik qarşılıqlı tərs qəmiyyətlərdir. Birbaşa belə yaza bilərik. Sonra 12-ci sual. Çevrə üzrə hərəkətdə cismin dövrətmə periodu 2 dəfə azalarsa, onun dövrətmə tezliyi 2 dəfə artmalıdır. Çünki period və tezlik qarşılıqlı tərs qəmiyyətlərdir və onların hasili də həmişə 1-ə bərabər olmalıdır. Qarşılıqlı sadə ədədlərin hasili həmişə 1 olmalıdır. İndi biz periodu 2 dəfə azaldırıqsa, deməli tezlik 2 dəfə artmalıdır. 2 dəfə artar. Sonra 13-cü sual. Avtomobil təkərinin dövrətmə tezliyi 2 saniyədə 1-dir. Onun dövrətmə periodunu hesablayın. Tezliyi biliriksə, periodu t bərabərdir 1 bölünsün n-ə görə hesablaya bilərik. 1 bölünsün 2-dən edəcək 0,5 saniyə. Sonra 14-cü sual. Dövrətmə periodu 2 dəqiqə olan cisim 30 saniyə ərzində neçə dövr edər? Dövrlərin sayını bizdən istəyir. Period dusturu t bərabərdir t bölək n-dən. N-i tapsaq, n bərabərdir t bölək t. Zamanı perioda bölməliyik. Zaman 30 saniyə ərzində neçə dövr edər? Periodu da 2 dəqiqə verib bizə. Saniyə ilə yazsaq 120. İxtisarımızı aparaq 4-də 1. Yəni 0,25 dəfə. Yəni çevrənin 4-dən 1-ini dönəcək də. Periodu 2 dəqiqə isə 30 dəqiqə ərzində çevrənin 4-də 1 hissəsini. Yəni şəkil üzərində göstərsək, deyək ki, bizim cisim A nöqtəsindən saat əqrəbi istiqamətində dönürsə, periodu 2 dəqiqə olarsa, onda 30 saniyə ərzində çevrənin 4-də 1 hissəsini gedəcək də, yəni A-dan gəlib B-də olacaq. Və bu şəkildə.